Prezident Cenab Ali Başkomandan Fəxri Qaraol mərasime hazırdır. Fəxri Qaraol rəisi Kapitan Səfərov. Sərəncama əsasən Azərbaycan Respublikasında 7 günlük ümummilli matəm elan olunub. Matəm günlərində Azərbaycanın bütün ərazisində Azərbaycan Respublikasının dövlət bayraqları indirilib, konsert və əyləncə proqramlarının keçirilməsi və yayımlanması dayandırılıb. Sərəncamda həm də qeyd olunur ki, Heydər Əliyevin dəfn mərasimi 2003-cü il dekabrın 15-də paytaxt Bakı şəhərində Fəxri Xiyabanda keçirilsin. Xatırladırıq ki, Heydər Əliyevlə ümumxalq vidalaşma mərasimi 2003-cü il dekabrın 15-də səhər saat 9-dan Respublika Sarayında, dəfn mərasimi isə saat 16:00-da Fəxri Xiyabanda keçiriləcək. Bəli, Azərbaycan xalqı indi kədərli, hüzünlü anlarını yaşayır. Azərbaycan xalqı ümummilli liderini, əvəzsiz şəxsiyyətini, istəkli övladını itirib. Bu itki ölkəmizin hər yerində, hər bir vətəndaşının qəlbində qəmli, kədərli və hüzünlü bir ab-hava yaradıb. Heydər Əliyev, mənim həyatımın məqsədi Azərbaycandır, Azərbaycan xalqıdır, Azərbaycan Respublikasıdır, Azərbaycan vətəndaşıdır deyirdi. O deyirdi ki, əgər mən buna nail ola bilsəm, ən xoşbəxt adam kimi həyatımı başa çatdıracağam. Bəli, Azərbaycan xalqının bəşəriyyətə bəxş etdiyi nadir şəxsiyyətlərdən biri, dünya şöhrətli siyasətçi, təcrübəli dövlət rəhbəri Heydər Əliyevin bənzərsiz ömür yolu, həyatının mənası Azərbaycanla, xalqla bağlı olub. Bəli, Heydər Əliyev bütün həyatını Azərbaycana, öz doğma xalqına həsr etdi. Xalqımız ən ağır günündə öz övladına güvəndiyi kimi, sədaqətli övlad da xalqı düçar olduğu bəlalardan xilas etmək üçün bütün gücünü, qüvvəsini Azərbaycan xalqının xoşbəxt gələcəyinə sərf etdi. Heydər xalq, xalq Heydər deyimi məhz bu reallıqdan yarandı. Heydər Əliyev hər bir güşədə, ailədə, hər bir vətəndaşın qəlbində yaşayır və yaşayacaq. Yeni Azərbaycan tarixini titanik fəaliyyəti, yorulmaz əməyi ilə yazan ümummilli liderimiz Heydər Əliyev, xalqımız qarşısındakı əvəzsiz xidmətləri ilə özünə əbədiyyət heykəlini yaratdı. Heydər Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasət sayəsində Azərbaycan dünyaya günəş kimi doğdu.
Bu günəş öz hərarətini Heydər Əliyevdən alıb. Elə bir hərarət, elə bir enerji ki, bu enerji heç vaxt bitib tükənməyəcək. Bundan sonra ölkəmiz, xalqımız hələ neçə illər, 100 illər, 1000 illər Heydər Əliyevin yaratdığı, bəxş etdiyi yolun yolcusu olacaq. Hörmətli televiziya tamaşaçıları və radio dinləyiciləri, bir daha xatırladırıq ki, ümummilli liderimiz Heydər Əliyevin cənazəsini gətirən təyyarə Bina Hava Limanına inib. Bina Hava Limanında fəxri qaravul dəstəsi düzülüb. Cənazəni qarşılamaq üçün Prezident İlham Əliyev, mərhumun ailə üzvləri, doğmaları, dəfni təşkil edən komissiyanın üzvləri, dövlət və hökumət rəsmiləri Bina Hava Limanına gəliblər. Müdafiə Nazirliyinin nümunəvi hərbi orkestrinin ifasında matəm musiqisi səsləndirilir. Həzin musiqi sədaları altında cənazə təyyarədən düşürülüb. Heydər Əliyev 20-ci əsrin 30 ildən artıq bir dövrünü öz qüdrətli çiyinlərində uğurla 3-cü minilliyə apararaq Azərbaycanın hərtərəfli inkişafı, xalqımızın yüksəlişi naminə yorulmadan misilsiz xidmətlər göstərib. Həyatımızın elə bir sahəsi tapılmaz ki, orada Heydər Əliyev əməyi ilə inşa edilmiş mənəvi və maddi abidələr olmasın. Heydər Əliyev 34 ildir ki, ömrünü doğma vətəni Azərbaycanın tərəqqisinə, əminamanlığına, xalqının həyat səviyyəsinin yüksəlməsinə həsr edib. Heydər Əliyev 1969-cu ildə Respublikaya rəhbərliyə gəldikdən sonra ölkəni ağır iqtisadi vəziyyətdən xilas etdi.
sənayedə, kənd təsərrüfatında, iqtisadiyyatın ayrı-ayrı sahələrində möhkəm təməl üzərində qurulmuş quruculuq işləri həyata keçirildi. Elə bir quruculuq işləri ki, əsrin sonunda Azərbaycan müstəqillik əldə etdikdən sonra da bu möhkəm təməl bir çox sahələri tamamilə dağılmaqdan, məhv olmaqdan xilas etdi. Heydər Əliyevin 30 il öncəki uzaqgörənliyi müstəqil Azərbaycan dövlətinin qurulmasında və bu dövlətin müstəqilliyinin qorunub saxlanılmasında müstəsna rol oynadı. Elm, maarif, təhsil, mədəniyyət və digər sahələrdə də eyni uğurlu siyasətin yüksək nəticələrinin şahidi olmuşuq. Heydər Əliyev daim Azərbaycanın gələcəyi haqqında düşünür və ölkənin həyatında gənclər siyasətinin düzgün aparılmasına xüsusi diqqət yetirirdi. Mənim üçün ən əziz nemət Azərbaycanın uşaqlarıdır, Azərbaycanın gəncliyidir. Çünki Azərbaycan prezidenti kimi mən bugün haqqında yox, Azərbaycanın gələcəyi haqqında düşünürəm. Azərbaycanın gələcəyi də Azərbaycanın gəncliyindən və uşaqlarından asılıdır. Heydər Əliyevin söylədiyi bu fikirlər öz həllini real həyatda da göstərirdi. Gəncliyimizin, cəmiyyətimizin həyatında oynadığı rol, onlara yaradılan şərait, real həyatımızın güzgüsü Heydər Əliyevin bu sahədəki uğurlu siyasətinin nəticələridir. Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin gələcəyi üçün möhkəm zəmin yaratdı. İndi Azərbaycan Respublikası demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu yolu ilə əzmlə irəliləyir. Öz ürəyini xalqın işıqlı gələcəyi naminə şam kimi əridən ümummilli liderimiz Heydər Əliyev Azərbaycan xalqının yoluna işıq saçan əbədi məşələ çevrilib. Bu məşəlin işığı, hərarəti heç vaxt azalmayacaq. Çünki o öz gücünü xalqdan alır. Sübuta ehtiyacı olmayan bir məqamdır ki, xalqların, ölkələrin tarixində həqiqi liderlərin rolu əvəzsizdir. Bu mənada ümummilli liderimiz Heydər Əliyev öz fəaliyyəti, xalqa xidməti, həyata keçirdiyi tarixi missiyalara görə dünənin, bugünün və gələcəyin lideri kimi xalqın ən böyük etimadını qazandı. Və təbiidir ki, Heydər Əliyev kimi oğulla
Azərbaycan xalqının öyünməyə haqqı var. Heydər Əliyev dövlət idarəçiliyi sahəsində fitri istedada, tükənməz enerjiyə və gözəl natiqlik qabiliyyətinə malik şəxsiyyət kimi dünya siyasət aləmində xüsusi çəkisi olan bir insandır. Onun dəmir iradəsi, iti ağlı, siyasi uzaqgörənliyi daim Azərbaycan xalqının üzləşdiyi çətinliklərdən xilas edib. Hörmətli televiziya tamaşaçıları və radio dinləyiciləri. Bir daha qeyd edirik, öz ürəyini xalqın işıqlı gələcəyi naminə şam kimi əridən ümummilli liderimiz Heydər Əliyev Azərbaycan xalqının yoluna, gələcəyinə işıq saçan əbədi məşələ çevrilib. Bu məşəlin işığı, hərarəti heç vaxt azalmayacaq. Çünki o öz gücünü xalqdan alır. Hörmətli televiziya tamaşaçıları və radio dinləyiciləri, bununla da ümummilli liderimiz Heydər Əliyevin cənazəsini qarşılanma mərasimi Bina Hava Limanında sona çatdı.